Herkese salam, kanalıma, yeni vloguma xoş gəlmisiniz. Necəsiz qızlar? Yadınızdadır, bu toyuq digər vloglarımda paylaşmışdım. Külk eləyəndə yatırmışdım. Artıq 20 gün oldu. Çox şükür balaları yavaş-yavaş çıxır. Mən yatıranda 15 ədəd ördək yumurtası qoydum. 11 ədəd bala çıxartdı. 15 ədəd yumurtadan 11 dənə bala çıxartdı. Buna da şükür. Allah bərəkət versin. İlk öncə götürdüm, qurumuş balaları götürdüm, tökdüm belə karobkaya. Bir gün saxlatdım evdə. Səhərisi gün dedim toyuq tam yumurtaları hamısı balanı çıxartsın yumurtadan. Ondan sonra hamısını bir yerdə yuvalarına buraxacağım. Toyuğu da onlarla. Yumurtaları qəşəngcə ayırdım. Yaş balanı saxladım. Qurumuş ördək balalarını götürdüm. Gətirdim evə. Bililərim. Dilənçinə şirin balalar. Şirinlərim. Maşallah, maşallah. Ne yersən? Alma. Alma de. Alma. Aferin. Xanımlar, indi isə Temu bağlamamı açaq, görək nələr sifariş eləmişəm. Vlogumu 3-4 gün videolardır ard-arda çəkmişəm. Bugün montaj eləyirəm, səs yazıram, sizlər üçün paylaşacağam inşallah. Bu krasovka modeli 16 manat, qəşəng yayda geyməyə rahat model idi, bəyəndim. Materialı, ölçüsü, hamısı düzgün gəlmişdi, istədiyim kimi. Bu isə qız uşaqları üçün parça detallıdır, üzərində parça var. 35 ölçü, 13 manat qiyməti. Bu krasovka modelində bəyəndim, hər ikisini bəyəndim. Keyfiyyət olaraq yaxşı idi. Bu ayaqqabını isə digərləri krasovka modelləri müştərilər üçün sifariş eləmişdim. Bu isə özüm üçün sifariş eləmişəm. 39 ölçü, qiyməti 30 manat. Çox rahat ayaqqabı idi. Xoşum gəldi. Sadə, bircə elə bir ki, kablokda belənçinə daban hissəsində belə gözəl, incə, şık detalı var. Bəyəndim. Bu isə xanımlar üçün çox gözəl keyfiyyətdə gəlmişdi. Həqiqətən cinsə oxşar, elastikliyi də var üzərində. Rahat yayda geyməyə çox gözəl model idi. M ölçü, qiyməti 25 manat. Keçək ikinci bağlamama. Bu çantanı digər vloglarımda da yəqin ki izləmisiniz. Murad üçün də sifariş eləmişdim. İstənilən adı yazdıra bilərsiniz çantanın üzərində. Burada Amira yazılıb, 15 manat qiyməti. Bu isə bəylər üçün koftadır. Yoldaşım üçün sifariş eləmişəm. XL ölçüdür. Qiyməti 22 manat. Parça çox keyfiyyətli gəlmişdi. Bəyəndim. Yoldaşım da bəyəndi. Qəşəngdir. Bu isə xanımlar üçün. Xanımlar deyən yerdə qız uşaqları üçün qəşəng bir dəstdir. Qiyməti 26 manat. Ölçüsü 11-12 yaş qeyd olunub üzərində. Yayda geyməyə rahat bir geyimdir. Bu isə yenə yoldaşım üçün sifariş eləmişəm. XL ölçüdür. Qiyməti 27 manat. Qolsuz ciletdir, nazikdir, yayda geyməyə də əlverişlidir. Keyfiyyət olaraq da yaxşı idi, keyfiyyəti bəyəndik.
Bu kabronun üzərində istədiyiniz adı yazdıra bilərsiniz. Mən Paşazadə yazdırmışam. Müştəri ilə sifariş eləmişdi. Fərqləşdirib adları yazdıra bilərsiniz. Qiyməti 7 manat idi kabronun. Bu dördlü dəst şəklində satılır kəmər. Çox qəşəngdir. 8 manat idi kəmərlərin qiyməti. Həm də keyfiyyətli gəlmişdi. Donda da, koftalarda da istifadə edə bilərsiniz kəməri. Bu isə üz üçün makyaj fırçalarıdır. Dəst olaraq gəlmişdi. 7 manat qiyməti. Hamısını tökürəm stolun üstünə, bir-bir göstərəcəm. Bu da qəşəng kablo idi. 12 manat qiyməti. Belə cib detalı var idi. Parçası keyfiyyətli idi, bəyəndim. Bu isə parça detallı. Mən bunu şəkildə cins bilirdim. Müştəri də mənə atanda linki cins bilirdi ikimiz də. Gələndən sonra gördüm ki, nazik parça detallı gəlib. Orada əslində yazılmışdı parça gələcəyi. Biz oxumamışıq, diqqətli olub oxumamışıq da. Ona görə o sifarişi bəyənmədim. Keyfiyyət olaraq xoşumuz gəlmədi. Amma bu cins isə qəşəng gəlmişdi. Qiyməti 21 manat. Nə var? Hə, nə var? Yaxşı. Gəl özü stolu tut. Hə, get. Get, gedər orada oturarsan yeri. Stolu da götür. Gəlirəm. Hə xanımlar, burada qızlarla danışdıq ki, piknik edək. Sifarişlərimizi verdik, qəşəng hər şeyi hazır elədik ki, isti-isti yeyək. Sifarişlərimiz də gözəl gəlmişdi. Yağış bir yağdı, inanırsınız qiyamət. Daha necə qaçmışıq, yığışdırmışıq, demək olar ki, piknik olmadı da. Hə, inşallah növbəti dəfə, inşallah bir gün yenə piknik edərik. Allah qismət eləsə. Burada isə sadə biskvit hazırlamışam. Çünki digər vloqumda paylaşmışdım, ballı tort eləmişdim. Onun kremindən artıq qalmışdı. Bizdə də uşaqlar xoşlayırlar pirojnanı. Mən də sadə usulla bildiyiniz biskvit elədim. Belə stakan vasitəsilə kəsirəm. Stakan ölçüsünü özünüzdə ayarlaya bilərsiniz. Mən xırda götürdüm ki, pirojnalarım çox çıxsın. Amma siz istəsəz böyük də kəsə bilərsiniz. Mən burada qəşəngcə kəsirəm, sonra forma verirəm. Belə. Pirojna bizim ailədə sevilən şirniyyatdır. Amma vaxt çox aparır. Biskvitin hazır edirsən, kəsirsən, belə çıxarırsan, doğrayırsan, kremləyirsən, sonra üzərin ovuntularla bu çıxartdığım ovuntuları toz halına gətirərəm, diyorkadan çıxardaram xırda gözündən. Bax görürsüz də, indi burada artıq diyorkadan çıxarıram. Ondan sonra pirojnanın kremini çəkəndən sonra bu ovuntuları onun üzərinə gəzdirəcəm. Biraz vaxt çox aparır, amma dadlı şirniyyatdır. Hazır krem olanda adama asan da olur. İkisi bir gündə adam hazır eləyəndə adam yorulur. Bir keksin hazırlar, bir kreminlə əlləş. Amma mən çox vaxtı kremini hazır edirəm, qoyuram dondurucuda hazır. İstədiyim vaxt çıxarıram, belə keksini hazır edirəm. Sonra başlayıram. Ya rulet hazır edirəm, ya pirojna hazırlayıram. Yəni krem hazır olanda adama asan da olur. Burada artıq bıçaqla üzərini kəsdim, orta hissəsini kremlədim. Sonra kənarlarına krem çəkirəm. Çox da kremli eləmirəm. Birazca çəkirəm. Hə xanımlar, hər zaman hər vloqda söylədiyim kimi nə edirik? Ənənəmizə sadiq qalırıq.
kanalıma abunə oluruq ilk öncə. Videoları tam izləyirik və bəyənməyi, yorum yazmağı unutmayın. Mənə dəstəyiniz çox önəmlidir mənim üçün, mənə motivasiya olur. İnşallah ki, bəyənirsiniz sizlər də mənim vloqlarımı. Mən də sevə-sevə vloqlar çəkirəm. İnşallah ki, bundan sonra daha da tez-tez paylaşımlar edərəm. Artıq sona yaxınlaşıram. Pirojnalarımı hazırladım, bitir. 27 ədəd pirojnam hazır oldu məndə. Sizlər də hazırlayıb nuş edə bilərsiniz. Çox dadlı olur. Bugünlük bu qədər. Gələn vloqlarda görüşmək ümidi ilə hələlik.